Əzizlərim, sizlər elə bilirsiniz ki, bir dənə Fərqanə xanım dualar paylaşır. Xeyr əzizlərim. Mən Allahın sayəsində üzərinizdə olan pisliklərin, yəni kimlərinsə sizə etdiyi nəzərin, nəfsin, cadunun, tilsimin, qorxunun, həmzatın, yəni üzərinizdən təmizlənməsini, negativ enerjilər, negativ düşüncələri təmizləyirəm. Və bu onlayn və mərkəz qəbullarımda edirəm. Buyurub dəyərlənə bilərsiniz. Bu günlərim sizlərə yenə də bir zikirlə gəlmişəm. Değerli izleyicilerim, bu eğer sizlerde kimsə görmezden gelir, sevgisini deyə bilmir. Bu vaxtı şər vaxtı. Götürürsünüz bir qap suyu və suyun içərisinə birinci niyət edirsiniz həmən adamın adını və öz adınızı çəkib deyirsiniz: ya Allahım, onun qəlbini mənim qəlbimə mühürlə, sənə yalvarıram. Sonra bir qap suya, yəni bir stəkan suya oxuyursunuz, 7 dəfə zikr eləyərək ya vedud ya cami deyirsiniz, üfürürsünüz suya. Həmən suyu axşama qədər içirsiniz. Dəyərli izləyici, gün ərzində içirsiniz yəni. Allah sizləri sevdiklərinizə bağışlasın. İnşallah. Allah'a emanet.